لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Allah sizə xeyir versin. Sehr, göz dəyməsi və ya bir xəstəliyə mübtəla olan kəsə hər hansı bir tövsiyəniz varmı? Uca Allahdan diləyirik ki, hamımızı pis insanların şərindən qorusun, xəstələrə şəfa versin və müsibətə uğrayanların üzərindən hər növ bəlanı qaldırsın. Hər hansı bir bəlaya düçar olan kəsə tövsiyə edirəm ki, hər bir işin Allahın əlində olduğunu və Allahın qədəri olmadan kainatda heç bir şeyin baş vermədiyini bilsin. Başına gələn bəlaya qarşı səbirli olsun. Səbir etməsinə kömək edəcək amillərdən biri də budur ki, onu imtihana çəkənin, bu bəlanı verənin, etdiyi işlərdən sorğu-sual olunmayan, lakin qulların sorğu-sual olunduğu, hikmət sahibi və mərhəmətli Allah olduğunu xatırlasın. الحكيم الرحيم الذي لا يسأل عما يفعل وهم يسألون وأن يتذكر أنه عبد لله. Həmçinin unutmasın ki, o Allahın quludur və ağanın öz qulu üzərində istədiyini etmək haqqı vardır. Xüsusən də bu ağa hər şeyi yalnız bir hikmətə görə edən hikmət sahibi və mərhəmətli Allahdırsa, yenə xatırlasın ki, onu bu bəla ilə imtihana çəkən Allah ona digər bütün nemətləri bəxş edəndir. Əgər o, sahib olduğu nemətlərə baxsa, görər ki, başına gələn bəla bu nemətlərin içində itib batır. Bilməlidir ki, Allahın onu imtihana çəkməsi onun öz faydası üçündür. Ya Allah onu qəflətdən oyadır, ya günahlarını bağışlayır, ya da dərəcəsini yüksəldir. Bunları düşünmək, Allahın izni ilə insana səbr etməkdə kömək olar. Digər tərəfdən isə ona şəriətə uyğun olan səbəblərdən yapışmağı, rüqyə etməyi tövsiyə edirəm. Öz üzərinə çoxlu Quran oxusun, xüsusən də sehr və həsədə aid ayələri. Yeddi ədəd yaşıl sidir yarpağını yığıb əzməkdə, onu zəmzəm suyuna qatıb üzərinə oxumaqda, sonra isə bu suyu həm içməkdə, həm də onunla qüsl almaqda bir problem yoxdur. ويغتسل به ولا بأس أن يجمع الزهور البرية. Eyni zamanda çöldəki yabanı çiçəkləri toplayıb suya qoymaq və içmək də olar. Çünki bu, salih sələflərdən nəql olunmuşdur və təcrübə ilə sabit olan maddi müalicə vasitələrindəndir. İnsan tələsməməli və narazılıq etməməlidir. Əksinə, səbr edib müalicə olunmalıdır. Qəti şəkildə inanmalıdır ki, Allah elə bir dərd endirməyib ki, onun dərmanını da endirməmiş olsun. Bütün bunlarla bərabər, Allahın bu bəlanı üzərindən qaldırması üçün çoxlu dua etməlidir. Əziz izləyicilər, videonu bəyəndinizsə, abunə olub bizə dəstək ola bilərsiniz.